Ey dil, fəraq-ı yar ilə odlanmısanmı heç? Ey dil, fəraq-ı yar ilə odlanmısanmı heç? Bir dəfə eşqin atəşinə yanmısanmı heç? Pərvanə misli vəsli üçün biqərar olub, Pərvanə misli vəsli üçün biqərar olub, ətraf-ı şəm-i hüsnünə fırlanmısanmı heç? Çətri səmani başə tutub vədəgahıdə, saatlər ilə gözləyib islanmısanmı heç? Qasid gələn o yollara bir sübh şamədək, Qasid gələn o yollara bir sübh şamədək, həsrətlə intizar ilə boylanmısanmı heç? Yoxdur aşina deyə dost aşina ilə, tənha qərib tək özü sanmısanmı heç? Bir dəfə ey fənai bəqai cəmal ilə, Bir dəfə ey fənai bəqai cəmal ilə, aləmdə fani varlığı danmısanmı heç? Aləmdə fani varlığı danmısanmı heç? Bismillahirrahmanirrahim. Salam əziz dəyərli tamaşaçılarımız. Qum Danələri verilişində bir daha xoş gördük sizi. Həmişəki kimi dəyərli qonağımız Hacı Fariz Xanmədlidir. Hacı, xoş gördük sizi. Çox sağ olun. Mən də salamlayıram sizi, Simavuzda bütün izləyicilərimiz inşallah. Allah razı olsun. Hacı, istərdik bugün mübarək Ramazan ayının fəziləti barəsində hansısa bir yadda qalan bir hədisi buyurardınız. İnşallah. Ondan sonra başqa suallarım var inşallah. İnşallah Allah'ın izniyle. Ya Allah, buyurun. Allah mübarək ay cümləmizə daha bərəkətli və fəzilətli qərar versin. Gələn günlərimizi xeyirli eləsin inşallah. Bir dənə kitab var. Mən dünən mərhum Şeyx Səduqdan bir hədis, mən la yəhzurul fəqihdən bir hədis nəql elədim. Elə yenə də sizin sualınıza uyğun olaraq indi mərhum Şeyx Səduqun başqa bir kitabı var. Fəzailu əşhurus səlas. 3 ayın fəzilətləri barəsindədir. Rəcəb, Şəban və Ramazan ayı barəsində yazılan bir kitabdır. 158 hədis nəql olunur kitabda. Hədisin 13 dənəsi mübarək Rəcəb ayı haqqındadır. 37-si Şəban ayı barəsindədir. 108 dənəsi mübarək Ramazan ayı barəsindədir. Toplamda 158 hədis nəql olunur. Sadəcə hədislər nəql olunur. Yəni özündən bir şərh versin filan heç nə eləmir. Rəcəb, Şaban, mübarək Ramazan. Mübarək Ramazan 3 dənə ay haqqında və onların fəzilətləri barəsində. Son zamanlarda hətta bu ziyarətlərdə olan insanlar bəlkə də görüblər bizi izləyicilərdən. Nəcəfdə, Kərbəlada o kitab rəfi ki var orada, Məfatihul Cinan, dua kitabları, Quran ora qoyulur. Ziyarətə gələnlər götürürlər, oradan oxuyurlar. Mən orada rastlaşdım, bu kitabı da orada gördüm. Son zamanlar elə Məfatihul Cinan kimi kitab ərəb dilindədir deyə ərəb ölkələrində xüsusilə gördüm ki, bu ziyarət olunan məkanlarda bu kitab da qoyulur. Kimsə istəsə bu ziyarətlərin Rəcəb ayının fəziləti barədə, Şəban ayının fəziləti barədə, Ramazan ayının fəziləti barədə açıb oradan nələrsə əldə edə bilər, öyrənə bilər. Orada bir hədis keçir. İmam Əli əleyhissalam Ramazan ayının ilk günlərində, yəni məsələn bu gün dünən Ramazanın ilk günlərində Həzrət xutbə oxuyur. Sahabələr Həzrətin dostları da oturublar. İmam Əli əleyhissalam xutbə oxuyur və xutbə bir yerə gəlir, çatır, bir yerdə dayanır, davam eləyə bilmir. Çünki hönkürtü ilə ətrafda oturanlar ağlayırlar. Onların ağlaması səbəb olur, Həzrət xutbəni dayandırır. O hədis orada nəql olunur. Fəzailu əşhurus səlasədə mərhum Şeyx Səduq nəql eləyir hədisi. Deyir, İmam Əli əleyhissalam Peyğəmbərdən nəql elədiyi hədisi insanlara danışırdı Ramazanın fəziləti barəsində. Ramazan seyyid-ü şuhurdur, ayların ağasıdır. Həzrət bunu oxuyanda, danışanda birdən yerdən bir nəfər cavan, Həmdan qəbiləsindən olan bir cavan durur. İmam Əli əleyhissalamı deyir ki, ya Əli, davam elə, artır bizim üçün.
Çox maraqlıdır. Həmdanilər İslam tarixində xüsusi yerə malik insanlardılar, xüsusi mövqeyə malik insanlardır. Onlar həm Cəməldə, həm Siffeyində İmam Əli əleyhissalamın yanında olublar və hətta müharibələrdə qələbə çalınmasına ən önəmli səbəbkarlardan biri həmdanilər olub. İmam onları çox istəyirmiş. Hətta Əli əleyhissalamdan onlar barəsində belə bir söz keçir. Deyir, əgər ki belədir, cənnətin ağalığı mənə verilsə, kim daxil olsun, kim daxil olmasın. Məsələn, mənə bu ixtiyar verilsəydi, istəməzdim bir nəfər həmdani oradan naümid qayıtsın. Yəni İmam o qədər onları çox istəyirdi, İmam Əli əleyhissalam həmdanilər. Əlbəttə onların o Əlinin yanında möhkəm sabit qədəmliklərinə görə idi, İslamın dinin yanında sabit qədəm dayanmışdılar deyə Həzrət onlara xüsusi önəm verirdi. Bir nəfər cavan Həmdan qəbiləsi ilə, bu Həmdan qəbiləsi, Həmdan sözü iki gözlü heynəndir. Yəni bu hanan deyil və mim sukundur orada. Həmədan deyil, həmdandır. Bu Yəməndə yerləşən bir məntəqədir. Və indi də var həmdanilər, bu gün də hətta Əhvaz tərəflərində filanda da yaşayırlar. Bu böyük bir nəsildir, böyük bir tayfadır. Bunlardan biri durur, cavan durur, deyir, ya Əli, davam elə, artır bizə, biz daha çox bilmək istəyirik. Həzrət gətirir, deyir ki, necə ki, Əhl-i Beytin Peyğəmbər balalarının başqa insanlara üstünlüyü var, elə də Ramazan ayının qalan 11 aya üstünlüyü var. Gör, nə böyük təşbih eləyir. Yəni, biz bugün nə qədər bu seyyidlər, Əhl-i Beyt, hətta indi gördüyümüz seyyidlər, bir də var bu seyyidlərin ata-babaları ki, imamlardır, Əhl-i Beytdir, Peyğəmbər ailəsidirlər. O Peyğəmbər ailəsinin nə qədər üstünlüyü var insanlara. Niyə? Çünki onlar yəni, pak. Bu demək deyil, Allah kimisi üstün yaradıb, kimisi aşağı yaradıb. Bəzi adamlar bu sözdən başqa anlayış götürməsinlər. Peyğəmbər ailəsinin üstünlüyü onların genetik koddaşmasına görədir, onların fəzilətinə görədir. Məsələn, biri İmam Hüseyn əleyhissalamın yanına gəldir, ağa, mən bilirəm, sən kimsən, sən o anadan ki dünyaya gəlmisən, o atadan ki dünyaya gəlmisən, onların fəzilətini mən bilirəm, Zəhra kimdir, mən bilirəm, Əli kimdir. Yəni, təbiidir, o Zəhradan və Əlidən Həsən və Hüseyn doğulmalı idi və onlardan doğulan insan da fəzilətli insan olmalıdır. Təbiidir ki, onların başqalarına nisbət fəziləti daha yüksəkdir. Ona görə Həzrət buyurur ki, necə Əhl-i Beytin fəziləti başqa məxluqlara, başqa insanlara nisbətdə çoxdur, Ramazan ayının da fəziləti başqa aylara nisbət belədir. Bu Ramazanın nə qədər mühüm olduğunu göstərir. Yəni şəxsən mən bu hədisi ilk dəfə oxuduğum zaman özümə o qədər təsir eləmişdi. Yəni Ramazan barəsində tam fikrimi dəyişmişdi. Yəni Ramazanın nə qədər ədəbinin qorunması, dünən biz bunu danışırdıq, nə qədər əhəmiyyətli bir ay olmasını göstərir. Biz necə Əhl-i Beytlə, Əhl-i Beytə yanaşı, Əhl-i Beytlə nisbətdə, məsələn, Əhl-i Beytin hərəminə daxil olanda qüsl eləyirik, gözləyirik, xüsusi ehtiramla, ümumiyyətlə müqəddəs məkanlara ayaqqabılarını çıxart, məsələn, Məkkəyə daxilində, hərəmə daxilində. Necə orada o nisbətləri qoruyuruqsa, Ramazan ayına daxil olanda da bu nisbətləri qorumalıyıq. Bunlar barəsində düşünməliyik. Həzrət bunu deyəndən sonra bu həmdanidir, ya Əli, yenə artır. Həzrət buyurur ki, vəsilərin seyyidi ayların seyyidində dünyasını dəyişəcək, şəhid olacaq. Özün deyir də. İmam bu sözü deyəndə qəhərlənir və bütün ətraf başlayırlar ağlamağa. Elə hönkürtü ilə ağlayırlar məscid əhli, imamın xutbə oxumasına icazə vermirlər. Yəni imam oxusun, səsi kiməsə çatsın da oxuya bilmir. O qədər hönkürtü ilə ağlayırlar və hamısı başa düşür ki, Həzrət özünə işarə eləyir. Deyir, Peyğəmbər mənə buyurdu ki, ya Əli, vəsilərin seyyidi ki sənsən, ayların seyyidi, ayların ağası ki Ramazandır, vəsilərin ağası, ayların ağasında şəhid olacaq, zərbətdən əzəl dünyasını dəyişəcək. Bu da mübarək bir hədis idi, mən istədim. Bu hədis, bu ayın fəzilətini bizə göstərmək üçün yadımızda qalsın və biz başa düşək, necə bir gözəl ayda qərar tutmuşuq. Allah bizə nəsib eləyib, hələ belə deyildi sevgili Peyğəmbərimiz. Hey dua eləyərdi, Allahümmə bəlliğna Ramazan, ilahi bizi Ramazana çatdır. Çatmışıq Ramazana, bu fəzilətlərlə dolu bir ayda. Allah qonaqlığındayım. Amin inşallah. Bu hədis elə xutbə-i Şəbaniyyədə də orada, Şəbaniyyə xutbəsində Peyğəmbər əleyhissalam bir yerə gəldi, çatdı. Əli əleyhissalamdan nəql olunur. Bir yerə gəldi, çatdı, başladı ağlamağa. Əli əleyhissalam soruşdu ki, ya Resulullah, niyə ağlayırsan? O xəbəri vermişdi Əli əleyhissalam. Bizim mötəbər hədislərin çoxunda var bu. Mən
Şeyx Saduq rəhmətlikdən nəql eləməyimin önəmi sırf buna görə idi ki, ən qədim Bu bizim Ələlissalamın mənbədir. öz Bəli, xütbəsindəndir. bəli. Hacı təşəkkür edirik. Allah razı olsun sizdən. Cümləmizdən inşallah var olasın. Hacı ikinci sualım bundan ibarətdir. Son zamanlarda sosial şəbəkələrdə, cəmiyyətin arasında Allaha gedən yol haqqında hər kəsin öz ideologiyası ilə, hər kəsin öz başa düşdüyü tərzdə, öz fikri ilə bu məsələyə münasibət bildirir. Biz bilirik ki, mübarək Ramazan ayı Allaha aparan yollardan biridir, bəli, ən mühüm yollardan biridir. Ümumiyyətlə hacı dini baxımdan, dini fəlsəfi baxımdan Allaha aparan ən əsas yol hansı yoldur? Çox gözəl sualdır. Təşəkkür edirəm bu suala görə də sizə. Bəli, son zamanlarda mən özüm də qarşılaşmışam bəzi yazılarla. İlk olaraq bunu qeyd edeyim ki, Allaha aparan yollar səmavi dinlərdə xüsusi vurğulanıb. Mən baxıram, görürəm bəzi yazılar, bəzi danışıqlar. O gün qarşılaşdım özüm belə bir mövzu ilə də görürəm bir nəfər danışır, deyir Allaha aparan yollar bütün dinlərdə əsas 3 dənə yoldur. Biri namazdır, biri Quran oxumaqdır, biri də xeyirli əməl etmək, xeyir əməl etməkdir. Çox maraqlıdır. İndi birdən deyir bu yolları aradan aparmaq istəsək, desək ki, bunların birini götürək, çıxardaq aradan, ürək ağrısı ilə namazı çıxardaram, sonra məcbur qalsaq Quranı çıxardaram. Amma xeyirli əməli heç vaxt çıxartmaq olmaz. Xeyirli əməl bütün dinlərin vurğusudur. Mən bilirsiniz, çox təəccüblənirəm bu məsələlərlə qarşı-qarşıya qalanda. İlk öncə vurğulamaq istəyirəm ki, insan danışır, amma xeyirli əməllə əməl salihin fərqini bilmir. Yəni Quran-ı Kərimdə əməl-i salih yarfəuhu məsələn danışılır. İnsanı ucaldan əməli salihdir. Bəs əməl-i salihlə xeyirli əməlin fərqi nədir? Bu məntiqdə, biz məntiq oxuyanda bunların arasında bir fərq var. Yəni bütün xeyirli əməllər bir sıradadır. Bütün əməli salihlər də bir sırada, əgər belə təsəvvür edəsik. Nə qədər əməli salih var, onlar xeyirli əməldir. Amma bütün xeyirli əməllər əməli salih deyil. Yəni bunların arasında məntiqi cəhətdən bu nisbət var. Yəni bizim bəzi xeyirli əməllərimiz var, yaxşı əməldir. Nəyə deyilir yaxşı əməl? Ümumiyyət, kütlə, xalq, cəmiyyət ondan faydalanır. Sən bir iş görürsən, bir əməl edirsən, sənin o əməlindən xalq faydalanır. Kütlənin hamısına xeyir çatır. Bu olur xeyirli əməl. Gözəldir, gözəl işdir. Quran bunu da dəstəkləyir, xeyirli əməli. Amma Quran o əməli daha çox dəstəkləyir ki, salih əməl olsun. Bu xeyirli əməllərin içində bir qismi daha yüksəlir, daha ülviləşir olur əməl-ü salih. Bəli. Salih əməl. Salih əməl nədir? Orada ixlas var, niyyət məsələsi var. Xeyirli əməldə sən bilinmir hansı niyyətlə onu eləmisən. Yaxşı iş görmüsən. Amma salih əməldə niyyət məsələsi var. Yaxşı işi yaxşı niyyətlə eləmisən. Səni Allaha yaxınlaşdıran ən önəmli səbəb xeyirli əməl deyil, salih əməldir. Məsələn, mən misal vuracam, kətlərin birində ad çəkməyəcəm, bu olmuş əhvalatdır. Biri mənə sual ünvanlanmışdı, bir neçə il bundan qabaq. Deməli, adamın bir həyəti var. Yolu həyətə verib, dövlət həyətə yol verib, sağ tərəfdən. Adam gedib ana yola çıxanda, sağ tərəfdən yola çıxanda təxminən 1 kilometr yolu uzanır. 1 kilometr yolu uzanır, gəlsin ana yola birləşsin. Bu tərəfdən bunun bir qonşusu var, onun da 4 sot həyəti var. Bu indi qonşudan deyir ki, sən mənə bir dənə yol ver. Qonşu deyir, mənim 4 sot həyətim var. Qonşunun da yolu sol tərəfə çıxır. Demək, indi bu sol tərəfdən qonşu 100 metrdən sonra ana yola birləşir. Bu fikirləşir ki, mən qonşunun həyətini alım orada, özümə yol alım oradan. Yol alandan sonra ana yolu daha tez birləşəcəm də buradan. Amma qonşunun da həyəti tapdanır, qonşunun həyəti yol olur, qonşunun həyəti balacalaşır. Sənə yol verilib də. Nə olsun 1 kilometr uzaqdan sənə yol verilib. Bu götürür bir iş qurur, özü öz fikrində. İş qurur, deyir, mən həyətimdə bir dənə şirin su quyusu düzəldəcəm. Və qonşumun o tərəfində olan insanlar ki var, onlar məndən şirin su götürmək üçün qonşunun həyətindən icazə alıb yol eləyəcəklər. Bunu heç kim bilmədən bu özü üçün bir fikirləşir və yol düzəldir. Yavaş-yavaş cəmaət deyirlər, belə deyirlər, qonşu baxır elə cəmaatı qarşısına ala bilmirəm, kənd əhlidir, ayıbdır, su götürməyə gedirlər. Deyir, yaxşı, buradan elə bağlayayım öz həyətimi, bu həyətim də görünməsin, gündə gəlib keçirlər. Bu özünə birdən orada yol açdırır. Düzdür, bu yaxşı iş görmüşdü.
Su quyusu qazıb, cəmaata su verir, cəmaat ondan faydalanır. Niyyət kimisə həyatını qəsb eləmək olub nəticədə. Yəni adam yaxşı iş görüb, amma düz niyyətlə eləməyib. Bu işin adını biz xeyir əməl qoya bilərik, amma buna biz salih əməl deyə bilmərik. Niyə? Çünki bu pak niyyətlə olunmayıb. Bu sırf burada məqsəd bu deyildi. Kimsə mənim suyumdan faydalansın, cəmaata su çatdırım eləyim. Bu özü üçün yol qazanmaq üçün qonşunun həyatını... Məqsəd o yol olmasaydı, heç o qoyun da qazanmaz. Heç vaxt eləməyir. Özü deyir, sual verir mənə ki, mənim bu əməlim bir savabı var ya yoxdur. İndi adam həyatı başa düşüb, zaman keçib başa düşüb ki, mən səhv eləmişəm, düz eləməmişəm öz fikrində. İndi insandır da olub belə məsələ. Yəni mən bu misalı niyə çəkirəm? Xeyirli əməllə salih əməlin fərqi bilinməlidir. Bəzən olur görürsən, məsələn İmam Sadiq əleyhissalam buyurur, məşhur hadisədir, deyir biri bir yerdə atın bağlamağa bulaq başında səhrada yer tapmadı. Getdi uzaqdan bir ağac gətirdi, bastırdı ora, dedi qoy məndən sonra gələnlər bu ağacda belə at bağlaya bilsinlər. Bu xeyirli əməl elədi və xoş niyyətlə elədi, savab qazandı. Ondan sonra biri piyada gəldi, ayağı ilə işdə ona yıxıldı. Çıxartdı o mıxı oradan, ağacı oradan. Dedi qoy məndən sonra piyada gələnlərin ayağı ilişməsin bura. Eyni işi ayrı-ayrı gördülər. İkisi də xeyirli əməl oldu, salih niyyətlə oldu, əməli salih oldu. Niyə? Çünki ikisində biri ora bastırdı onu, biri də oradan çıxartdı. İkisində niyyəti insanlara fayda vermək idi. Salih əməldə niyyət önəmlidir. Xeyirli əməldə isə niyyət önəmli deyil. Xeyirli əməl o əmələ deyilmir ki, orada niyyət önəmlidir. Əgər niyyət önəmli olsa olacaq salih əməl. Zaten Allahın insanlardan istədiyi salih əməldir. Biri deyir, kəndin adı var dədə-babadan, atamın adını kəndə qoymaq istəyirəm, ora yol çəkirəm ona görə ki, də yol çəkirəm, kənd əhli dinməsin ki, atamın adını ora qoyum. Yəni, yol çəkmək gözəl işdir, filandır, amma kəndin adını dəyişməyə nə ehtiyac var? Bunları misal olaraq deyirəm. Yəni, xeyirli əməllə salih əməlin fərqi budur. Xeyirli əməl gözəl əməldir. Çox böyük fərq var. Çox böyük fərq var. Xeyirli əməl gözəl əməldir. Salih əməl isə o əməlin ən gözəl formasıdır. Da ondan gözəl bir şey yoxdur. Məntiqdə də belə deyilir. Deyilir ki, bütün salih əməllər xeyirli əməldir, amma bütün əməllər salih əməl deyil. Yəni sözüm burdadır ki, əgər biz Qur'anın bizə göstərdiyi Allaha aparan yoldan danışırıqsa, orada xeyirli əməl deyilmir, orada salih əməl deyilir. Burada salih əməllə xeyirli əməlin fərqi var. Birinci olaraq bunu vurğulamaq istəyirəm. Bütün izləyicilərimiz buna diqqət eləsinlər. Buna diqqət eləməli. Qur'an bizdən salih əməl istəyir. İncil bizdən salih əməl istəyir. Tövrat bizdən salih əməl istəyib. Bütün səmavi kitabların hamısı bizdən salih əməl istəyiblər. Salih əməllərdə bir nömrəli məsələ ki, Qur'an vurğulayır, ixlasdır. İşin Allaha xatir olmasıdır. İşdən başqa təmənna gözləməməkdir. Sırf eləyirəm insanlara xatir. Bu bilirsiniz, bir də harda özün göstərir? Adamın gələcək yaşayışında. Sən kimlər üçünsə bir iş görürsən, o işi Allaha xatir eləyirsən. Allaha xatir eləyəndə onlar sənə qarşı qalxa da bilərlər. Zaman gələr, sən onlara o qədər yaxşılıq eləmsən. Amma bir gün onlar deyirlər, sənə yaxşılığı görməzdən gəlirlər, unudurlar və sənə qarşı qalxırlar. Sən deyəcəksən ki, mən bu qədər bunlar üçün iş gördüm. Sıxıntı yaranacaq. Kaş bunlar üçün bunu eləməzdim. Yox, bu səhv düşüncədir. Amma insan ilahi düşüncə ilə olanda nə qədər yaxşılıq eləsə, heç vaxt onlar ona pislik eləyəndə düşünməyəcək ki, deyəcək mən onlara görə eləmədim ki. Mən bunu gözəlliyi namin elədim, Allaha xatir elədim, insanlara xatir elədim, insanlar üçün elədim. Orada heç məyusluq yaranmayacaq. Çünki ilahi niyyət var orada. Bu işin bir tərəfi. İkinci tərəfi, Qur'an məntiqində Allaha aparan yollar, bizi Allaha aparan yollar orucdur. Bizi Allaha aparan yollar ixlasdır, xüsusi vurğulanır. İşin Allaha xatir olmasıdır. Namazdır, xüsusi vurğulanır. Namaz xüsusi vurğulanan məsələlərdə. Namazı ümumiyyətlə Allaha aparan yollardan çıxartmaq olmaz. Mən bilirsiniz nə düşünürəm? Bəzən deyirəm ki, insan namaz qılmadan salih əməl sahibi ola bilər. Bu məntiqlə imkansızdır. Məntiqlə imkansız. Belə bir söz var, deyir, biri ilə görüş qoyursan, deyirsən, gəl filan saatda gözləyirəm səni. Deyir, mən fiziki cəhətdən ona çata bilmərəm o saatda ora. İndi mən elə bir yerdəyəm, bu trafiki nəzərə alsaq, tıxacı nəzərə alsaq, mən fiziki cəhətdən ora çata bilməyəcəm. Sən ona deyirsən ki, yox, sən məni istəmirsən onda. Mənim sözüm sənin üçün əhəmiyyətsiz. Deyir, qardaş, elə deyil. Sən mənim ağamsan, böyüyümsən, başımın tacısan. Amma mən fiziki ona çata bilmərəm. Fiziki cəhətdən çata bilməyəcəm. Bu imkansızdır. Bəzi məsələlər maddi və fiziki cəhətdən imkansızdır. Tərif cəhətindən, mənəvi cəhətdən imkansızdır. Yəni, bir nəfər adamın namaz qılmayan halda Allaha gedən yolda addımlaması çox absurddur.
Yəni bu mümkün deyil, imkansız məsələdir. Bilirsiniz, ola bilər adam hansısa cəhətdən inkişaf eləyə bilsin. Bir dənə adam yaxşı adamdır, vəfalı adamdır. Namaz qılan deyil, amma vəfalı adamdır. Vəfa onu yüksəldəcək bir sahədə. Amma namaz sahəsində o qabağa gedə bilməyəcək. O Allahla görüş var, irtibat Allahla yaranır. O irtibatı əldə eləməzsən, sən kamil insan ola bilməzsən. Gör necə İmam Əli əleyhissalam bir xutbədə bir neçə xüsusiyyət, 9 dənə, 10 dənə xüsusiyyət sayır bir xutbəsində. Vurğulayır, xüsusilə mövzu budur. Allaha aparan yollar hansıdır? Yəni İmam Əli əleyhissalam bunu bilirdi, cəmiyyət gələcək bu mövzularla üzbəüz olacaqlar, qarşı-qarşıya dayanacaqlar. Həzrət bu xüsusi vurğulayır. Sayır orada bir-bir yolları və yolun səbəbini də deyir. Deyir, Ramazan ayı oruç tutun, Allaha aparan yollardan biri mübarək Ramazan ayıdır. Niyə deyir? Çünki cünnətun minənnar. Çünki qalxandır. Açıqlayır səbəbini. Sonra namaza gələndə namazı xüsusi vurğulayır. Namaza gələndə deyir, Allaha aparan yolların hələ birincisi namazdır. Allaha aparan yol ixlasdan sonra da, yəni namazda ixlasdan olma. İxlas bütün yollarda var. İxlas bütün. Mən bunu dostlara deyirəm. Deyirəm, nə qədər yol var Allaha aparan yol, ixlas onların hamısı ilə var. Məsələn, fəlsəfə elmi var. Bir fəlsəfə elmi ayrı elmdir. İndi bizim ixtisasımız fəlsəfə oldu. Fəlsəfə elmi bir ayrı elmdir. Bir də elmlər var. Məsələn, tibb elmi var. Tibbin də fəlsəfəsi var. Fəlsəfə bütün elmlərlə yanaşı var. Ədəbiyyatın fəlsəfəsi var. Tibbin fəlsəfəsi var. Bütün elmlərin fəlsəfəsi bəhs olunur. Yəni fəlsəfə bütün elmlərlə yanaşır. İxlas da belədir. Ona görə deyilir fəlsəfə ana elmdir. Bütün elmlərdə var. İxlas da belədir. İxlas Allaha aparan yolların başındadır. Amma Allaha aparan bütün yollarla bərabər ixlas var. Namazın ixlası lazımdır. Orucun ixlası lazımdır. Zəkatın ixlası lazımdır. Həccin ixlası lazımdır. Bunlar Allaha aparan yollar. Bunların hamısının ixlası önəmli şeydir. Əli əleyhissalam bir-bir yolları vurğulayır və namazı deyəndə deyir ki, fə innaha əl-millə. Namaz millətdir. Bu nə deməkdir namaz millətdir? Yəni deyir ki, insanlar müxtəlif millətlərdəndir də. Müxtəlif millətlər. Bir də İslam milləti var. İslam milləti var. İndi belə bir söz var. Keçən dəfə bir yerdə bir böyük alimdir, yazıçıdır, dostumuzdur. Allah canı salamat etsin. Adını çəkmirəm. Oturmuşuq, danışırıq. Deyir ki, mən millətçiyəm deyir. Hacı siz nəsiz? Millətçisiz? Deyirəm, xeyr, mən millətçi deyiləm. Deyir, siz onda ümmətçisiz? Deyirəm, xeyr, mən ümmətçi də deyiləm. Deyir, necə oldu? Ya millətçisən, ya ümmətçi. Deyirəm, yox, elə deyil. Deyir, necə? İmam Əli əleyhissalam deyir ki, yəni məcbur deyilik ya millətçi olaq, ya ümmətçi olaq. İmam Əli əleyhissalam deyir ki, da Əlidən böyük nə millətçi yoxdur, İslam millətçisi, nə də ümmətçi yoxdur. İmam Əli əleyhissalam buyurur ki, hamısını sevin deyir insanlar. Bütün insanlar, müsəlmandır, qeyri-müsəlmandır. Deyir, necə? Deyir, çünki ya müsəlmandır, sənin dində qardaşındır, sevməlisən. Ya da qeyri-müsəlmandır, sənin yaradılışda qardaşındır, sevməlisən. Deməli, ola bilər biz nə millətçi olmayaq, öz millətimizdən başqa heç kimi sevməyək, belə bir anlayış olsun. Yanlışdır bu fikir. Nə də ümmətçi olmayaq, öz dinimizdən başqa heç kimi sevməyək, heç kimi hörmət eləməyək. Yox, bu da doğru deyil. Biz hamısına ehtiramla yanaşırıq. Niyə? Çünki yaradılışda bizim qardaşımızdır. Deyirlər, onda pluralizmdir. Deyirəm, pluralizm İslamdan aşağıdadır, İslam üstədir. İslam pluralizmdən daha bəşərsaldır, daha bəşəri sevəndir. İslam daha pluralizmdən daha çox multikulturaldır. İslam onlardan daha çox sevir insanları. İslamın bütün dinləri sevməsi, dinlərə hörmət qoyması, İslamın bütün insanları sevməsi, nəinki insanları, bütün məxluqatı sevməsi, bütün varlığı sevməsi. Təsəvvür elə Hacı Fənayı. Allah şahid, yəni İslamdan başqa, indi biz bilirsiniz də fəlsəfə ilə maraqlanmışıq, bütün fəlsəfi məktəbləri falan. Təsəvvür elə qardaş, hansı fəlsəfi dünya görüşdə belə bir şey var? Atın belindəsən, gedirsən atla. Gör heyvan sevgisinə bax İslamda. Atla gedirsən, dostun rastlaşdı. Deyir, əgər dayanıb oynan keyf əhval soruşacaqsansa, düş atdan yerə. Harda belə heyvan sevgisi var, heyvana ehtiram var, heyvan hüququnu qorumaq var. O heyvan deyir, sən yol getməyin üçün minmisən, ondan istifadə edirsən. Dayananda onu incitmə, düş yerə. Dəstəmaz alırsan, su qalıb dəstəmaz alma, deyir, o su ver heyvan içsin əgər susuzdursa. Dəstəmazı torpağa təyəmmüm elə.
Gör nə qədər deyir bir yerdə, yəni bu demişik keçmiş verilişlərdə bunlardan bəzilərin məqsədim burdadır ki, İslam dinindən daha böyük multikultural olmaq olmaz. İslamdan daha böyük pluralizmi gətirəsən deyəsən biz pluralist fəlsəfəsinin tərəfdarıyıq filan. O pluralizm filan bunlar İslamdan aşağıdadırlar insanpərvərlikdə, heyvanpərvərlikdə, təbiətpərvərlikdə, canlılarla. Sən deyir bir ağac var, evin tikilməsinə mane olur. Sənə bu haqq verilmir ki, o ağacı kəsəsən, onun yerində ev tikəsən. Bunu İslam deyir, sevgili Peyğəmbərimizin hədisidir. Gör nə qədər bitkilər nədir, o canlıdır. Sən evin çertojunu dəyiş. Sənə bu icazə verilmir, onu kəsəsən, orada ev tikəsən. Yəni bu qədər İslam dini daha böyükdür. Ona görə sevgili Peyğəmbərimizdən İmam Sadiq əleyhissalam nəql edir ki, "Əl-İslamu ya'lu və la yu'la aleyh." İslam alidir, üstündür, ondan üstün heç nə yoxdur. Hər nə varsa ondan aşağıdadır. Sən indi amma İslamın dünya görüşün öz fikir və uyğun başa düşmüsən. Elə bilirsən İslam dinində durursan deyirsən ki, İslam da deyir qadın kişidən daldadır, bir addım arxadadır. Xeyr, belə şeylər İslamda yoxdur. Mən bunları xüsusi vurğulamışam. Ola bilər İslam dini desin ailədə kişinin hökmü qadının hökmündən qabaqdadır. O ailədədir. O qadın kişi məsələsində deyil ki. Heç bir qadının heç bir kişidən aşağılığı yoxdur, heç bir kişinin heç bir qadından üstünlüyü yoxdur. Bunlar təqva və Allah qorxusu ilə, Allah sevgisi iləndir. Sözüm buradadır ki, sən namazı çıxardaram, ürək ağrısı ilə namazı çıxardaram. Namaz çıxsa sən kamil insan yarada bilməzsən ki. Sonra desələr ya Qur'anı çıxart, ya xeyirli əməli, ürək ağrısı ilə Qur'anı çıxart. Xeyr, imkansızdır. Əgər Qur'an çıxarsa oyundan, ortalıqdan, Qur'an qırağa qoyularsa, onda kamil insan yetişdirə bilməzsən. Qur'an bəşərin kamillik kitabıdır. Qur'an bəşərin hikmət kitabıdır. Qur'an bizi kamil insan olmağımız üçün Allah tərəfindən göndərilib. Yəni bu belədir, mən bunu belə deyirəm. Biz gedirik bir yerdən bir dənə elektrotavar alırıq, misal vururam bunu. Gətiririk, o elektrotavarı necə işlədəcəyimizi bilmirik. Onun yanında bir kitabça bizə verirlər. Açırıq o kitabça ilə nə bilirik, bunu belə işlədəcəyik, belə işlədəcəyik filan. İndi birdən bəşər yaradıb Allah bu dünyaya. Bu bəşər öz potensialından necə istifadə eləməlidir? Öz funksiyalarını necə həyata keçirməli, nə başa düşməlidir ki, mən kim ola bilərəm, mən kiməm? İnsan bunları başa düşmək üçün onun bir kitabçası olmalıdır. Allah ona həyat kitabçası göndərib Qur'an-ı Kərimi. Ona başa salıb sən potensialları həyata keçirmək üçün, kamil insan olmaq üçün Qur'andan keçməlisən. Əgər Qur'andan insan keçməyəcəksə, Qur'an olmayacaqsa, o hardan biləcək xeyir əməl nədir? Salih əməl nədir? Bunları başa düşəndən sonra, ondan sonra insan başa düşür. Bizə bəyən Peyğəmbər öyrətmədi, müsəlman kimdir? Əgər biz istəyiriksə bugün, yəni çox yanlış təfəkkürdür ya bu. Görürəm bir nəfər bunu danışır, məqsədi də budur ki, cəmiyyəti istəyir bir-birinə mehriban eləsin. Əgər biz bunu istəyiriksə, zaten Qur'an mehribançılıq üçündür da. Zaten hədis mehribançılıq üçündür da. Bəyən Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlman barəsində demədimi? Əl-muslimu, müsəlman o şəxsdir ki, müsəlmanlar, insanlar onun dilindən, əlindən əmanda qalsınlar. Heç kimə zərər yetirməsin. Bəyən Peyğəmbər müsəlman... Əl-muslimu mən sələm əl-muslimuna min yədihi və min lisani. Yəni Peyğəmbər bəyən belə demədi. Bəyən insanlara demədi ki, cəmiyyət sizdən haçan əmanda qalarsa, heç bir zərəriniz dəyməzsə o cəmiyyətə, onda siz müsəlmansınız. Bəyən Peyğəmbər ictimai məsələlərə belə önəm vermədi. Biz düz İslamı, həqiqi İslamı, düz Qur'anı, həqiqi hədisi insanlara əgər doğru düzgün surətdə çatdırsaq, onda başa düşərik ki, nə Qur'anı kənara qoymaq lazım deyil, nə namazı kənara qoymaq lazım deyil, sadəcə xeyirli əməl istəyiriksə, heç xeyirli əməl də azdır. Sən Qur'andan möhkəm tut. Hədisdən möhkəm tut, namazdan möhkəm tut, orucdan möhkəm tut. Zaten sən cəmiyyət üçün bir yararlı insan olacaqsan. Zaten sən cəmiyyətə faydalı bir insan olacaqsan. Zaten sənin ətrafında olanlara sən sevgi dolu, şəfqət dolu yaşayacaqsan. Heç bir ayda, heç bir vaxtda Ramazan ayı qədər bölüşmə olmur, paylaşma olmur. Bütün Ramazan ayı daxil olan kimi insanlar hamısı iftar süfrələri açırlar, kasıbları xatırlayırlar, qohumlarına baş çəkirlər. Ramazana daxil olanda gör nə qədər bu ay da Allaha yaxınlaşdıran ay. Bu əməllər də Allaha yaxınlaşdıran əməllər. Ay daxil olmamışdan kimsə kimdənsə küsülüdür, götürür zəng eləyir ona. Utananda götürür mesaj yazır ona. Çox adamlar mənə deyirlər, hacı özümü toparladım özümü. Bir kimi incitmişdimsə hamısından halallıq aldım. Baxın görün Ramazan ayı nə qədər daxil olmamış, daxil olduğu gecə bütün insanlar arasında məhəbbət yaratdı. Qonşu qonşunu fikirləşir. İftara çağırırlar bir-birini. Hamısı bir yerdə otururlar. Mən bir zaman Türkiyədə yaşayırdım.
Bunu xüsusi vurğulayım. Birisi orada İslam imperiyası falan olub zamanında və öz təsirini buraxıb bu günə qədər də orada görsənir bu. Mən orada yaşadığım dövrdə onu görmüşdüm. Demək, insanlar ya yığışırdılar bir yerdə iftar edirdilər. Kimsə ehsan süfrəsi açırdı. Gəlirdilər, otururdular bir yerdə iftar edirdilər. Ya da indi binada yaşayırlar. İndi kimsə bu gün ehsan verməyib məsələn. Hərə öz yeməyini götürürdü. Gəlirdilər, yay vaxtı idi mən orada olanda. İftar vaxtı hər öz yeməyini götürürdü, gəlirdi, otururdu cəmiyyətlə bir yerdə. Binadan bir neçə nəfər ailələr düşürdülər, hər öz yeməyini gətirirdi, birləşirdilər, bir yerdə iftar eləyirdilər. Gör nə gözəldir bu. Nə gözəl. Niyə? Çünki bu birlik, Ramazan, paylaşım, Ramazan insanları mehribanlaşdırması, yəni bu məsələlər əgər doğru düzgün insanlara çatdırılarsa, zaten biz görəcəyik ki, Allahın izni ilə bu əməllər bizi Allaha yaxınlaşdırır. Qurandan möhkəm yapışmaq lazımdır. Necə yəni Quranı qırağa qoyaram, Quranı ayıraram, ürək ağrısı ilə Quranı kənara qoyaram, namazı kənara qoyaram. Bunlar bizim Allah tərəfə aparan yollarımızdır və xüsusilə namaz. Xüsusilə namaz xeymənin orta sütunudur, İslam xeyməsinin. Əgər o olmazsa, Əmud-ud-dindir, orta sütunda. Əgər o olmazsa, onda görərsən din çöküb, yıxılıb dinin evi, Şəhriyar deyir, yıxılıb din. Onda görərsən dinin evi yıxılıb, din aradan gedib. Bu məsələlərdə çox diqqətli olmaq lazımdır. Bu sualınıza görə də sizə xüsusi təşəkkür edirəm. Bu mükəmməl cavabdan sonra mən güman eləyirəm ki, bu sözü deyən həmin insan yəqin bir nəticə çıxardar ki, İslam dəyərləri qarşı-qarşıya qoymaq olmaz. Allahın bütün əmrləri Allaha aparan yoldur. Allah can sağlığı versin. Hacı, sonda bir dua istərdik sizdən. Bir dənə də söz demək istəyərdim. Belə bir məşhur söz var idi. Deyirdi, Allaha aparan yol insanların sayı qədərdir. Nə qədər dünyada insan varsa, o qədər də Allaha aparan yol var. Hər kəs öz qəlbi ilə Allahın tapsın, bu yollardan istifadə eləsin, geçsin Allaha tərəf inşallah. Allahdan istəyirəm ki, bu mübarək ayı bütün İslam ümmətinə, bütün bəşəriyyətə, bütün insanlara bərəkətli qərar versin. Amin. Allah dünyada sülhü bərpa eləsin inşallah. Təşəkkür edirik Hacı. Allah elmimizə bərəkət versin inşallah. Çox sağ olun. Əziz dəyərli tamaşaçılarımız, verilişin sonuna gəlib yetişdik. Allah bu ayda tutduğunuz orucları qəbul eləsin, bütün ibadət itaətlərinizi öz dərgahında gözəl surətdə qəbul eləsin. Allah amanında qalın.